Bugünkü videomuz yay tətilində izləyə biləcəyiniz ən qeyri-adi və sizə mütləq bir şeylər qatacaq gənclik serialları haqqındadır. İlk başda onu demək istəyirəm ki, bu videoda sizə garanti verirəm ki, tövsiyə edəcəyim serialların heç biri normal və yaxud da Wednesday və yaxud da Stranger Things tipli seriallardan başqa və sizə bir şeylər qatacaq tərzdə olan seriallardır. Əminəm ki, bəyənəcəksiniz. Deməli, qeydlərimin hamısı buradadır. Elə hazırsınızsa ilk serialdan başlayaq. Girl from Nowhere serialıdır. ชีวิตในโรงเรียนใครๆก็บอกว่าเป็นช่วงเวลาที่สวยงามที่สุดจริงเหรอ Başrolumuzdakı qız Manon adlı bir qızdır və o ədaləti tənzimləmək üçün müxtəlif və qeyri-etik yollardan istifadə edir. Amma serialın elə ilk bölümünə baxmanızı tövsiyə edirəm. Çünki ilk bölümdən həqiqətən də bu serialın fərqli bir atmosferdə olduğunu görəcəksiniz və Manonun nələri eləyə biləcəyinə qadir olduğunu görəcəksiniz. Çox qeyri-adi bir şəkildə insanları cəzalandırma metodları var və ədaləti tənzimləmə metodu var. Buna görə bu serial çox xoşuma gəldi. Mütləq yay tətilində izləməlisiniz. I'm not okay with this. White girl. I'm not special. Yippee. Might help with your moods. I keep losing my temper. I don't want to, but it just spills out. Hey sen! Hər bölümü 20 dəqiqədən ibarətdir. Başrolumuzdakı qızın xüsusi və qeyri-adi bacarıqları var. Dostları da onun bu bacarığını kəşf edir. Amma problem odur ki, əgər səhv xatırlamıramsa, bu bacarıqları çox da idarə eləyə bilmir. Bu seriala bənzəyən başqa bir serial da The End of the Fucking World. I'm James. I'm 17 and I'm pretty sure I'm a psychopath. Başrolumuzdakı qız və oğlan hər ikisi də alışılmadıq personajlardır. Oğlan sadistdir və əslində qızı öldürməyə çalışır. Bilirəm, ilk başda klişə səslənə bilər. Hətta 2-3 bölümə mən güclə baxdım. İlk 2-3 bölümünə. İlərləyən bölümlərdə doğrudan da yanıldığıma əmin oldum. Çünki düşündüyüm kimi deyil, həqiqətən də çox fərqli və gözəl bir serialdır. My Brilliant Friend. E vostra figlia è brava così in tutte le altre materie. Parlate con vostro marito, fatelo ragionare. Perché avesse studiato sordo che è pure femmina. Perché ci provo lui. Ma parla con me, il fratello ricevuto esso. Rina, ma basta! My Brilliant Friend məni ən çox həvəsləndirən seriallardan biridir. Nəyə görə? Hətta bu serialın yeri də məndə xüsusidir. Əslində My Brilliant Friend-i mən qışda izlədim. Hadisələr İtaliyada olur. İtaliyanın kasıb məhəlləsində 2 dənə qız olur və bu qızlardan hər ikisi də oxumağa xüsusi olan maraqları var. İtaliyanın həmin o dövrlərində də məktəbə hər kəs gedə bilmir. Getsə belə müəyyən qədər gedə bilir və daha sonra isə artıq yaşadıkları məhəllədə işləməyə davam edirlər. Amma burada fərqli olaraq 2 qızın həyatlarının necə fərqli şəkildə yönləndirildiyini görəcəyik. Hər iki başrolumuzda oxumağa qarşı olan böyük acılığı görürük. Bu da ki, insanı daha da çox oxumağa və yeni şeylər öyrənməyə həvəsləndirir. Mütləq izləməlisiniz. Həm orada İtaliya çox gözəl təsvir olunub. Ta uşaqlıqlarından böyüdükləri dövrə qədər olan müddəti izləyirik. Mənim ən çox sevdiyim şey budur. Bir serialda başrolun uşaqlıqdan böyüyənə qədər hansı mərhələlərdən keçdiyini göstərilməsidir. Heç bir şəkildə izləməyə peşman olmayacaqsınız. Yayda izləyə biləcəyiniz ən möhtəşəm seriallar arasındadır ki, yay fəslində keçir serialın özü də. Amma mən onu qışda izləmişdim. Yenə də izləməyə dəyər. Normal People. Marianne, Yeah, something outside caught your attention. I suppose so. Normal People haqqında əminəm ki, hər biriniz eşitmisiniz. Bu, kitaba əsasən çəkilmiş bir serialdır. Kitabını oxumasam da, serialını başdan sona qədər izlədim. Sırf başrol Marianne-a görə. Əslində qalsa, Cornel o qədər də, deyəsən adı Cornel idi, səhv eləmirəmsə, tam yadımda deyil. O qədər də xoşuma gəlmir. Çünki çox soyuq bir obraz kimi gəlir mənə. Amma yenə də o seriala sırf Marianne-a görə izləməyə dəyər. Serial çox estetik bir şəkildə çəkilib. Boz hava, həmin o yaş dövrlərində yaşadıkları problem, sosial çevrələri, ətrafındakı insanların düşüncələri haqqında olan təzyiqləri və yaşadıkları duyğusal eniş, çıxışlar estetik bir şəkildə göstərilib.
tam açıq bir şəkildə duyğu mərkəzi bir serialdır. Əgər duyğu mərkəzi serialları sevirsinizsə, mütləq Normal People-ı izləməlisiniz. Gilmore Girls. Meet Rory Gilmore and her mom, Lorelai. We call them the Gilmore Girls. Gilmore Girls mənim üçün çox xüsusi bir serialdır. Hətta bu serial haqqında başqa videolarımda da danışmışam. Baş rolumuz olan Rory'nin akademik mübarizəsini görürük. Əslində bu da elə o dediyim tipdədir. Onun 16 yaşından böyüdüyü dövrə qədər olan müddətdəki dəyişimlərini görürük. Bu serialı əlavə eləməyimin səbəbi odur ki, Rory'nin anasının arasında olan münasibətlər, həmçinin də kitab oxumağa, yeni şeylər öyrənməyə, akademik baxımdan uğurlu olmağa olan marağı düşünürəm ki, bir çoxunuzun diqqətini cəlb eləyər. Ona görə də Gilmore Girls mütləq düşünürəm ki, yayda izləyə biləcəyiniz seriallar arasındadır. Amma bunu da qeyd edeyim ki, əslində Gilmore Girls-ı bir gənclik serialı olduğuna görə bura əlavə elədim. Əslində qalsa Gilmore Girls üçün ən uyğun hava payız havasıdır. Mən məsələn 9-cu sinifdə oxuduğum dövrlərdə Gilmore Girls-ı payız fəslində izləyirdim. Həm serialın bəzi bölümləri var ki, payızda keçir, tam o havanı hiss elətdirir. Onda insana hər şey daha estetik gəlməyə başlayır. Mən də çox estetik hiss eləyirdim. Həm Gilmore Girls-a baxırdım. Gilmore Girls-a baxdığım dönəmlərdə həyatı daha çox romantikləşdirməyə başladığım dönəmlər idi. Payız fəsli daha xüsusi və gözəl gəlirdi mənə. Düşünürəm ki, bəlkə siz də bəyənərsiniz. Amma izləyə biləcəyiniz gənclik serialları arasındadır. Amerikanın ən kasıb məhəlləsində keçən bir serialdır. Bu serialda hər cür iyrənciliyi görə bilərsiniz. Ən qeyri-adi və qanunsuz, yəni illegal olan hər şeyi görə bilərsiniz. Həqiqətən də Amerikanın ən aşağı təbəqəsini çox möhtəşəm şəkildə təsvir eləyir. Frank adlı bir adamın arvadı ilə bir yerdə uşaqlarını heç bir şəkildə vecinə almır. Frank əyyaşın biridir və onların 5 ya da 6 dənə uşağı var və 5-6 uşağın heç birinə baxmadıqlarına görə Fiona bu uşaqlara nəzarət etməyə başlayır. Həm o özü uşaqlara baxır, həm də ki, digər bir tərəfdən də ailəni idarə eləyir, atasının və anasının olan bütün yüklərini öz üzərinə alır. İlk 3 sezon çox əyləncəlidir, gülməlidir, zarafatları çox gözəldir. Həm axıcı gedir, heç bir şəkildə sıxmır. Düzü 4-cü, 5-ci sezonlar çox ürəyimcə olmasa da, yenə də izlənməyə dəyər. Əgər Amerikanın dibini yox, ən elit təbəqəsini görmək istəyirsinizsə, Gossip Girl serialını izləyə bilərsiniz. Welcome to New York's Upper East Side, playground to all my friends. Want to know how the rich and popular live? Gossip Girl-da bütün intriqalar, varlı təbəqə arasındakı yarış, estetika, nə desəz var. Düzü Gossip Girl serialına mən sadəcə olaraq bir bölümünə baxa bildim. Çünki mənim o qədər də xoşuma gəlmədi. Amma yenə də istəsəz, varlı Amerikanı görmək istəyirsinizsə və intriqalardan, taxnaşmalardan, çox hərəkətli şeylərdən xoşunuz gəlirsə, Gossip Girl-ı izləyə bilərsiniz. Bundan sonra tövsiyə edəcəyim serial mənim bu vaxta qədər izlədiyim, deyə bilərəm ki, ən yaxşı gənclik serialıdır. Nəinki ən yaxşı, ən realist gənclik serialıdır. Danışdığım serial Euphoria-dır. Hey, I'm Rue. I'm an addict. You've come a long way. Take your time. You're delicate. I'm not delicate. Euphoria-nın özü bir sevinç partlaması və xoşbəxtlik deməkdir. Amma serialın özündə depressiya, gənclərin uyuşturucuya olan bağımlılıqları, ailələrinin aralarında olan problemlər hamısı gün üzərinə çıxarılır. Deməli, baş rolumuzdan da Rue'dur. Onda bipolar, obsessiv-kompulsiv pozğunluğu və bir çox psixoloji problemi var və o bu duyğularından qaçmaq üçün özünü uyuşturucuya verir. Gənclərin qaçış yolları ya cinsəllikdir, ya da ki, uyuşturucudur. Yeniyetməlik dövründə olan gənclərin yaşadığı problemləri gerçək bir şəkildə göstərən serial olduğuna görə mənim çox xoşum gəlir bu serialdan. Mənim üçün çox, amma çox xüsusi və qeyri-adi yeri olan serial haqqında danışıram. Bu serial Anne with an E. One day, Princess Cordelia arrived at the most beautiful... Baş rol Anne'in həyata qarşı olan həssaslığını, sentimentallığını, hər şeyə necə poetik bir şəkildə yanaşdığını, kitablara olan sevdasını, yaşamağa, bitkilərə, fəsillərə olan sevgisini
dərin məhəbbətini poetik bir şəkildə ifadə etməyin görürük. Əslində ən yetim bir qızdır və yanlışlıqla Cuthbertlar ailəsinə gətirilir və onların ailəsinin üzvü olmaq üçün əlindən gələni eləyir. Sonra isə qaldığı yerdə məktəbə başlayır, məktəbdə müəyyən çətinliklərlə qarşılaşır, ətrafındakı insanlar tərəfindən qəbul olunmur. Bir də ki, həmin o dövrlərdə qızıl saçlı olmaq, üstə gəlsin çilli olmaq çirkinlik hesab olunduğuna görə milyonlarla çətinliklə qarşılaşır. Ətrafındakı insanlardan qəbul görməyə çalışır. Bunun yanında hiss eləməyə çalışır, yaşamağa çalışır. Ona görə bu serial mənim üçün çox xüsusidir. Növbəti serialımız Atypical'dır. Atypical serialı bir yeniyetmənin, xüsusən də autizmli yeniyetmənin yaşadığı çətinliklər haqqındadır. O, autizmli olduğuna görə sosial fəaliyyətlərdən qaçınmağa çalışır, ailəsindən olan müəyyən problemləri olur. Ümumiyyətlə, atypical qeyri-adi deməkdir ki, Sam əslində bunu yansıdır. Çox qeyri-adi bir insandır. Həyata bir nöqtədə çox duyğusal olur, bir nöqtədə nə hiss elədiyini, hansı duyğuları yaşadığını bilmir və o duyğulara ad qoya bilmir. Əgər baş rol olduğu kimi qalırsa, baş rolda bir inkişaf yoxdursa, o serial yaxşı bir serial deyil. Və yaxud da yaxşı bir serial olsa belə mənim sevə biləcəyim türdən bir serial deyil. Məsələn, Dexter A nöqtəsindən B nöqtəsinə belə gedə bilmir. Çünki Dexter həmişə eynidir. Amma Sam'də isə həqiqətən də onun xarakterində, yanaşmasında bir artış görürük. Adaptasiya olmağa çalışır, insanlarla əlaqə qurmağa çalışır, istədiyi yoldan getməyə çalışır. Bu serial izləyəndə öz həyatımıza aid bir çox dərs almaq olar. Əlavə olaraq da hal-hazırda izlədiyim Britaniya serialı Skins. Skins serialı alışılmadıq bir serialdır. Çünki hər bir personaj xüsusidir, fərqlidir və fərqli bir xarakterə mənsubdur. Uyuşdurucu, cinsəllik və s. çoxdur və açıq səhnələr də çoxdur. Əgər narahat olacaqsınızsa, izləməyinizi tövsiyə eləmirəm. Bir dəqiqəsində belə sıxılmaq olmur. Çünki hadisələr çox sürətlə davam edir. Axın çox yaxşı bir şəkildə qurulub. Bugünlük videomuz bu qədər. Tövsiyə eləmək istədiyiniz seriallar varmı və yaxud da izləyib həqiqətən də sizdə dərin bir iz buraxan seriallar varmı? Əgər varsa onları aşağıda şərhlər bölməsində mütləq qeyd etməyi unutmayın. Özünüzə çox amma çox yaxşı baxın. Növbəti videolarda görüşərik.